Bugün ödənişsiz kitab sərgisinə qızımla birgə getdik. Girişdə bizi ilk qarşılayan Robert oldu. Robert istənilən suallara cavab verir və istənilən mövzuda köməklik göstərə bilir. Robert mənim fotomu çəkib mənə 25 yaş, üstəlik gözəllik göstəricimi 99% qiymətləndirdi. Daha sonra maraqlı təcrübələrə baxdıq. Günəş həm süni burulğan yaradan aparatı, həm də elektrik əmələ gətirən çarxı sınadı. Hələ kitab stendlərinə çatmamış zalın sol tərəfində əl işləri sərgilənmişdi. Mənim üçün ən gözəl məqam günəşin reaksiyası idi. Hər şeyə böyük maraqla baxırdı. Sonra kitab sərgisi olan bölməyə keçdik. Burada o qədər stend var idi ki, bəzən bir stendin yanından 2 dəfə keçdiyimiz oldu. Burada çoxlu əl işlər var idi. Daha çox diqqətimi çəkən bu xüsusi ayaqqabı oldu ki, gözdən əlil insanlar üçün nəzərdə tutulub. Qarşıdakı maneədən əvvəlcədən qulaqçıq vasitəsilə xəbərdar ola bilirdilər. Digər bölmədə günəş rəngli toplardan birini seçib sualı cavablandırıb və hədiyyəsini də aldı. Qızım da mən də şəkil çəkməyi çox sevirik. Bu stend əsl bizdə idi. Ən gözəli də odur ki, şəkil çəkmək üçün bu xatirə tam ödənişsiz idi. Başqa bir stenddən ödənişsiz kofemizi götürüb yaxın olan bir bölmədən türk paxlavası alıb əyləşdik. Amma onu deyim ki, qızlar, ilk dəfə idi ki, bu cür dadlı türk paxlavası yedim. Sonunda biraz gəzdikdən sonra günəşə də özümə də kitab alıb çıxdıq. Beləcə həm öyrəndik, həm əyləndik, həm də gözəl xatirə topladıq.